Deməli, başlayaq indi dayaq hərəkətdə olan əsas qeydlərimizə. Saylarını demişdik, qısa məlumatlar vermişdik. Keçək indi əlavə olaraq hansı ki bizə məsələlərdə, misallarda kömək edəcək qismlərə. Başlayaq birinci kəllənin skeleti ilə. Demişdik ki, kəllənin kəllə qutusu hissəsində 8 dənə sümük, üst şöbəsində isə 15 dənə sümük yerləşir. Hansı ki bu kəllə qutusunda olan sümüklərin hamısı yastı idi, yəni bir növ idi, yastı. Üzdə isə yenə hamısı bir növ idi, qarışıq idi. Və biz əgər kəllənin skeletindən danışırıqsa, deyəcəyik ki, kəllənin skeletində bir sümük hərəkətlidir. Qalan hamısı hərəkətsizdir. Bəli, qalan hamısı hərəkətsizdir. Sonra biz əgər kəllə qutusundan danışırıqsa, deyəcəyik kəllə qutusunda bütün sümüklər hərəkətsizdir. Biri-biri ilə tikişlə birləşir. Bu, kəllə skeleti və kəllə qutusu sözlərinin fərqidir. Qutu deyəndə təkcə bu üstü nəzərdə tutacaq. Kəllə skeleti deyəndə üzlə birlikdə nəzərdə tutacaq. Sonra, bundan başqa, kəllədə, deyir kəllənin skeletində neçə sümük hərəkətli birləşmənin əmələ gəlməsində iştirak edir. Bax, hərəkətli birləşmənin əmələ gəlməsi var. Bir də var ki, hərəkətli birləşməni hərəkətli birləşir. Əmələ gəlmədə iştirak eləyir desə, 2 dənə gicgah buradan. Bir dənə alt çənə, bir də arxadan ənsə sümüyüdür ki, gedir onurğa ilə hərəkətli birləşir. Birinci boyun fəqərəsindən hərəkətli birləşir. 1, 2, 3, 4 dənə. Əmələ gəlmədə 4 dənə, 4 ədəd, 3 növ sümük kəllə skeletində hərəkətli birləşmənin əmələ gəlməsini iştirak edəcək. Növ olaraq da nəyə götürəcək? Gicgahlar yastı, alt çənə, qarışı ad, 3 növdə 2 növüymüş. Gicgahlar yastı, alt çənə, qarışıq, ənsə, yastı sümük. 4 ədəd 2 növ sümük hərəkətli birləşmənin əmələ gəlməsində iştirak edir kəllənin skeletində. Kəllə qutusunda desə 3 dənə artıq. Alt çənə çünki kəllə qutusu deyil, kəllə skeletidir. Alt çənə üst şöbəsinə aiddir. Kəllə qutusunda neçə dənə sümük hərəkətli birləşmənin əmələ gəlməsində iştirak edir desə 3 dənə. 2 gicgah, bir dənə ənsə. Sonra kəllənin skeletində neçə sümük hərəkətlidir. Deyəsən ki, bir sümük hərəkətlidir. O da alt çənə. Kəllənin skeletində bir sümük hərəkətlidir. O da alt çənə. Bir növ bir sümük hərəkətlidir. Həm hərəkətlidir, həm hərəkətli birləşmə əmələ gətirir də, belə deyək. Sonra kəllə qutusunda isə hərəkətli sümük yoxdur. Ümumilikdə kəllənin skeletində birləşmələrin növ sayı 2 növdür. 2 növ birləşmə əmələ gəlir. Hərəkətsiz kəllə qutusu və hərəkətli alt çənə. Ümumilikdə kəllənin skeletində 2 dənə birləşmə növü var. Hərəkətsiz və hərəkətli. Kəllənin skeletində yarım hərəkətli birləşmə yoxdur. Bu kəllə. Gəldik indi. Bir də uşaqlar, bir şey unutmayın ki, kəllə əsası sümüyü ənsə sümüyü deyil. Ənsə sümüyü tamam başqa sümükdür. Kəllə əsası tamam başqa sümükdür. Ənsənin arxasında yerləşir kəllə əsası. Başqa sümüklərdir. Sonra gələk. Kəllə getdi, gələk gövdənin skeletinə. Gövdənin skeleti demişdik ki, 2 dənədir. Onurğa sütunu 2 hissəyə bölünür. Onurğa sütunu və döş qəfəsi. Onurğa sütununa 33-34 dənə fəqərə aiddir. Döş qəfəsinə 37 dənə sümüyə aiddir. Toplamda gövdədə 58-59 dənə idi. Çünki 59 dənə idi. Məsələn, indi deyə bilərik ki, burada cəmləyəndə 60-ı keçir də. Niyə 58-59? Ona görə ki, bax, buradakı döş hissədəki 12 dənə fəqərə, 12 fəqərə həm döş qəfəsinə aiddir arxadan. Bax, ki, arxada fəqərə var. Həm də onurğa sütununa aiddir. Ona görə 12 dənə sümük ortaq olduğu üçün biz toplayırıq, 12-ni çıxıb 58-59 alırıq. Sonra gələk döş qəfəsindən danışaq. Döş qəfəsində dedik ki, 7 cüt qabırğa birbaşa döş sümüyünə birləşir. Qalan 3 cütü 7-ci qabırğaya qığırdaqla döş sümüyünə birləşir. Qalan 4 dənə sümük isə sərbəst qabırğalar idi. Sadəcə arxadakı onurğa fəqərəsi ilə birləşirdi.
Onurğa fəqərəsi, döşdəki bu 12 dənə onurğa fəqərəsi 4 dənə sümüklə birləşmə əmələ gətirirdi. Özündən əvvəlki onurğa fəqərəsi, özündən sonraki onurğa fəqərəsi və 2 dənə də yanlardan qabırğalardan. Amma bu deməli döş qəfəsində deyir. Bir sümüklə birləşmə əmələ gətirən sümük neçə dənədir? Döş qəfəsindəki bu 4 dənə qabırğa var, üzən qabırğalar. Bu 4 dənə qabırğa qabaqdan döş sümüyü ilə birləşmir. Arxadan sadəcə onurğa fəqərəsi ilə birləşir. Ona görə biz deyəcəyik ki, döş qəfəsində 4 sümük gedir cəmi bir sümüklə, yəni onurğa fəqərəsi ilə birləşir. Döş qəfəsində. Bu belə. Döş qəfəsi bütövlükdə, bax bu formada, bütövlükdə neçə sümüklə birləşmə əmələ gətirir? Döş qəfəsi bütövlükdə 4 sümüklə birləşmə əmələ gətirir. Bu 4 sümüyün 2 dənəsi gövdə skeletinə aid deyil. Körpücüklərdir. 2 körpücük. Buradan körpücüklər gəlir döş sümüyü ilə birləşir, yəni döş qəfəsinə birləşir. Bir də özündən əvvəlki fəqərə və özündən sonraki fəqərə ilə birləşir. Sənə sualda deyir ki, döş qəfəsi gövdə skeletinə aid olmayan neçə sümüklə birləşir? Deyəsən 2 dənə körpücüklə. Döş qəfəsi ümumilikdə neçə sümüklə birləşir? Deyəcəksən 4. Özündən əvvəlki fəqərə, özündən sonraki fəqərə, özündən əvvəlki deyəndə əlbəttə ki, boyun fəqərəsi, bel fəqərəsi və 2 dənə də körpücük. Bu şəkildə deyəcəyik. Növ olaraq da təbii ki, bir növ. Körpücük də qarışıqdır, fəqərələr də qarışıqdır. Bir növ sümüklə birləşir. Bu döş qəfəsi. Sonra burada başqa nə qaldı? Döş sümüyü dedik, döş sümüyü yastıdır və bir də döş sümüyünə birləşən qabırğalar hərəkətsiz birləşir. Qabırğa gedir arxadan onurğaya yarım hərəkətli birləşir. Biz nəfəs alıb verdikcə döş qəfəsi şişir, balacalaşır. Bunun əsas səbəbi odur ki, arxadan yarım hərəkətli birləşibdir qabırğalar onurğaya. Bu şəkildə. Mən bunu hələ heç abituriyent idim. Süni tənəffüs öyrənəndə dedilər ki, döşdən basırsan qırılır. Mən də dedim ki, mümkün deyil də qırılmağı. Çünki yarım hərəkətli daxı, nətər ha nəfəs aldın, ha kimsə içəriyə doğru bastı. Sonra öyrəndik ki, yəni universitetdən sonra təbii ki, öyrəndik ki, səndə bunlar hərəkətsiz birləşirmiş. Ona görə süni tənəffüs zamanı döşdən ürəyə masaj edəndə döş qəfəsi qırılırmış. Çünki yarım hərəkətsiz birləşir, basan kimi qırılır. Arxadan imiş yarım hərəkətli birləşməsi. Bu da belə bir maraqlı fakt. Belə də yadda saxlaya bilərsiniz. Sonra bu 59 yazılır. 59. Sonra bu döş qəfəsini izah elədik. Gələk onurğanın ümumilikdə onurğa sütununa. Onurğa sütununda dedik 33-34 dənə fəqərə var və yadınızda qalsın. Qabırğalara cüt sözünü deyirik. Fəqərə cüt və yaxud da ki, eyni sümükdür sözünü deyə bilmərik. Çünki fəqərlərin biri o birindən fərqlidir. Hamısı ayrı-ayrı sümüklərdir. Boyundakı birinci fəqərə ilə boyundakı ikinci fəqərə bir-birindən cisminə görə fərqlənir. Yəni fərqli sümüklərdir. Hamısı da qarışıq sümüklərdir. Yəni kələkötürdür. Nə yastıya aid deyil, nə uzun boruya aid deyil. Boyunda 7 dənə fəqərə var demişdik. Bu 7 fəqərədən birinci fəqərə gedir ənsə sümüyü ilə tam hərəkətli. Yəni hərəkətli birləşməlidir. Birinci fəqərə, ikinci fəqərə ilə öz aralarında hərəkətlidir. Bunu bilirsiniz necə yadda saxlayın. Bax, təsəvvür edin ki, bu bir dənə boyun fəqərəsidir. Gedir ənsəyə. Bax, belə bir ənsənin çuxuruna, yəni boşluğuna düşür. Və başlayır burada hərəkət eləməyə. İndi aşağıdan da hərəkət eləməlidir də bu. Aşağıdan da gəlir, ikinci boyun fəqərəsinin çuxuruna düşür bu şəkildə. Hərəkət eləməyə başlayır. Ona görə ikinci boyun fəqərəsi ilə birinci boyun fəqərəsi öz aralarında hərəkətlidir. Amma ikinci boyun fəqərəsi, üçüncü boyun fəqərəsi ilə yarım hərəkətli birləşir. Yarım hərəkətli birləşir. Bu şəkildə qalan sümüklər yarım hərəkətlidir. 7 dənə də fəqərə var. Deməli boyunda. Döşü dedik onsuz da. Döşdə 12 dənə fəqərə var. 12-si də 4 dənə sümüklə birləşir. Gəldik belə. Beldə 5 dənə fəqərə var. 5-i də cəmi 2 sümüklə birləşir. Yəni bir özündən əvvəlki, bir özündən sonraki fəqərələrlə birləşir. 5 oma. Omadan danışanda deməli deyəcəyik ki, oma
Olmada 5 dənə fəqərə var. Bu 5 fəqərə olma sümüyünü birləşib əmələ gətirir. Belə deyək də, olmada və olma çəkək, olma. 5 dənə fəqərə var. 5 fəqərə deməli olma sümüyünü əmələ gətirir. Çanaq qurşağı gəlir, olmanın 2 dənə fəqərəsi bax bu şəkildə birləşir, belə. Çanaq qurşağının sümükləri, yəni 2 dənə çanaq sümüyü gəlir, olmanın 2 fəqərəsinə birləşir, belə bir şəkildə belə. Ona görə deyərsən ki, bu 5 dənə fəqərənin ikisinə çanaq qurşağı birləşir. Bu cümləni unutma. Çanaq qurşağı birləşir. Bu belə. Ona görə də olmanın 2 fəqərəsi cəmi, 2 fəqərəsi 4 sümüklə birləşmə əmələ gətirir. 4 sümüklə. İndi baxıram. 12 dənə sümük döşdə idi. Plus 2 dənə də fəqərə deməli olmada idi. Deməli onurğa sütununda 14 dənə fəqərə 4 sümüklə birləşmə əmələ gətirir. 4 sümüklə birləşmə əmələ gətirir. Bu belə. Sonra gələk aşağı olmaya. Olmaya keçdi, gələk büzdümə. Büzdümdə 4 dənə, 5 dənə, 4 və yaxud da 5 dənə. Büzdüm bilirsiniz də quyruğun qallıdır. Keçən dəfə əməllər keçəndə demişdik. Deməli, üzr istəyirəm uşaqlar. Biraz kripçimiyəm sanki. Deməli, 4 dənə, 5 dənə fəqərədir büzdümdə. Bax, indi bax bu büzdüm eyni digər fəqərlər kimi yarım hərəkətlidir. Yəni quyruğun rudimentidir. Axırıncı büzdüm fəqərəsi bir sümüklə birləşmə əmələ gətirir. Yəni özündən əvvəlki ilə birləşmə əmələ gətirir. Özündən sonra fəqərə olmadığına görə 1. Ona görə bayaq dediyi bu 4 dənə üzən qabırğa bir sümüklə birləşmə əmələ gətirirdi. Bu 4 qabırğa plus da buradan 1 dənə büzdüm fəqərəsi 5 dənə deməli 5 dənə sümük, 5 dənə sümük, 5 dənə sümük. Cəmi bir sümüklə birləşmə əmələ gətirir. Deyəsən ki, onurğa sütununda 5 dənə sümük bir sümüklə birləşmə əmələ gətirir. Hansılardır? Sonuncu büzdüm fəqərəsi və bir də 4 dənə üzən qabırğa. Yəni 5 dənə sümük bir sümüklə birləşmə əmələ gətirir. Bu da bizim deməli onurğa sütunu. Çanağı dedik, onurğanı dedik. Bu əsas qeydlərdir. Bunları yazın ki, əzbər bir şəkildə əlinizin altında olsun. Testi işləyəndə, indi mən öyrəşmişəm, gözümün qabağındadır bu skelet, düzdür, tapa bilirəm. Amma siz işləyəndə o qeydləri tez-tez baxarsınız ki, yadınızda qalar. Deməli, onurğa getdi, döş qəfəsi getdi, gələk indi ətraflara. Ətraflardan demişdik ki, yuxarı ətraf var, aşağı ətraf var. Yuxarı ətraf 2 yerə bölünürdü. Qurşaq hissəsi və sərbəstdir. Qurşaqda demişdik ki, kürək var və körpücük var. Körpücük qarışıq sümüyüdür, kürək yastı sümüyüdür. Kürək demişdik ki, arxadan lapatka sümüyü də deyirlər bəzən. Heç nə ilə birləşmir. Qarşıdan da kürəyin elə bir ki, təsəvvür edin ki, bu bir kürəkdir. Belə bir lapatkaya bənzər. Bunun içərisində gəlir buradan oynaqla körpücük də birləşir. Aşağıdan bazu da birləşir. Deyirsən ki, kürək 2 sümüklə birləşir. Körpücük və bazu. Amma körpücüklə bazu bu kürəyin içərisində bir-biri ilə birləşmir. Arasında sanki keçid kimi belə xət var. Bir-biri ilə birləşmir. Ona görə körpücük necə sümüklə birləşir desə, deyəsən o da 2 sümükdür. Kürək və döş. Məsələn, da deyə bilmərsən, kürəyin içində bazu ilə də birləşir. 3 sümükdür. Kürək, bazu, döş. Döş sümüyü. Deyənmərsən bunu. Çünki bazu ilə birləşmir. Elə gedir kürəyin içərisində kürəklə birləşir, bir də gəlir qabaqdan döşlə birləşir. Bu belə. Körpücüklə kürəyin birləşməsidir. Sonra gəldik sərbəstinə. Sərbəstində bazu var. Bazunun fikirlərin oynaq hissəsi dirsəklə mil sümüyü ilə birləşir. Deməli, bazu 3 dənə sümüklə birləşir. Yuxarıdan kürəklə, aşağıdan dirsək və mil sümüyü ilə. Bu hissənin adı saiddir. Said. Amma said deyə bir sümük yoxdur burada. Hissənin adı saiddir, said deyə bir sümük yoxdur. Hissənin adı bazudur, sümüyün adı bazudur. Bu şəkildə. Bunu da bilmiş olun, testdə qarşımıza çıxacaq. Sonra gələk bu sərbəst ətrafın, deməli, əl darağı və daraq arxası. Əl darağı sümüyü 5 dənədir, hər barmaq üçün biri. Daraq arxası 8 dənədir. Falanqalarda 14 dənədir. Bir əl üçün söhbət bir əldən gedir. 14 dənədir. Balaca sümüklə falanqalardır. Falanqalar qısa borlu sümüklərə aiddir. İçərisində sarı sümüklü yoxdur.
Amma bazı sümük uzun borlu sümüklərə aiddir. İçərisində sarı sümüklüyü var. Eyni şəkildə dirsəklə mildə. Sarı sümük irliyinə malik 12 dənə sümük var. 3, 6 dənəsi yuxarıda, 6 dənəsi aşağıda. Gələk indi aşağıya. Aşağının qurşağına aiddir çanaq. Aşağının sərbəstinə aiddir qamışdan incik. Qamış incik hissəyə biz deyəcəyik baldır, amma baldır sümüyü deyə bir şey yoxdur. Baldır. Yuxarı hissəyə deyəcəyik bud və bud sümüyü deyə bir şey var. Bud sümüyüdür. Bud sümüyü ən sərt sümükdür. Bud sümüyü də özlüyündə iki sümüklə birləşir. Fikir ver, oynağa. Qamış sümüyü girir, amma incik sümüyü gəlir qamışla birləşir. Gedib budla birləşmir. Bir oynağa sanki elə biri girir, biri girir də. İki sümük deyəsən buna. Sonra gəldi. Bu bud sümüyü yuxarıdan çanaqla oynağa əmələ gətirir. Bunu yaxınlaşdırım biraz görək. Bu arada sərbəst ətraflarda, ümumiyyətlə hərəkətli sümüklərdə iki dənə terimdən istifadə edəcəyik. Oynaq başı və oynaq. Bax, bu gördüyünüz oynaq başıdır. Burada oynaqdır. Bu bütün hərəkətlilərdə var. Məsələn, alt çənə gicciyat dediyi hərəkətlidir. Burada onu görməsən belə, bunun daxilində də oynaq başı və oynaq var. Sən hərəkətli birləşmə əgər gördünsə, avtomatik deyəcəksən ki, orada oynaq başına oynaq var. Çanaq sümüyünə gələndə. Fikir verin, çanaq sümüyü bir dənə sümükdür. Bax, belə bir şəkildir. Bunun qarşısında da öz çanağı var. Digər çanaq. Arkada da təbii ki om var. Oma. İndi çanaq sümüyü neçə sümük ilə birləşirdirsə. Bir çanaq sümüyü 3 sümüklə birləşir və 3 növ sümüklə birləşir. 3 və 3 növ. Hansılardır? Qarşıdakı çanaq, arxadan oma, bir də aşağıdan bud. Növ olaraq da qarışıq, olma qarışıqdır. Digər çanaq yastıdır. Bu sümüyü isə uzun borludur. Amma çanaq qurşağı sənə desə, çanaq qurşağı neçə sümüklə birləşir? Deyəcəksən, çanaq qurşağı 3 sümüklə birləşir. Amma 2 növ. Hansılardır? Qurşaq deyəndə növ sayı azalır. Qurşaq deyəndə bu ikisini birlikdə götürürük biz. Unutmayın, ikisini birlikdə götürürük. Yuxarıda da qurşaq deyəndə iki kürəyi birlikdə götürəcəksiniz. Deməli, çanaq qurşağı deyəndə iki dənə bu sümüyü birlikdə götürürük və birlikdə götürəndə aşağıdan iki dənə, buradan bir bud, buradan bir bud. 2 bud, aşağıdan da oma. 3 dənə sümüklə növ olaraq da uzun borlu, arxadan da qarışıq olaraq birləşir. Bu da belə. Sonra gələk görək nə oldu başqa. Başqa görək nə qaldı burada. Sizə baxın, görüm yadımda qalanlarda. Deməli, aşağılar, insan orqanizmində deyir, elə bir sümük ola bilərmi ki, dayaq hərəkət aparatına aid olmasın? Bəli, ola bilər. Məsələn, qulağın içərisində 3 sağ qulaqda, 3 sol qulaqda cəmi 6 dənə sümüyümüz var ki, dayaq hərəkət aparatına aid deyil. Nə hərəkət eləmir, nə dayaqda iştirak eləmir, amma sümükdür də, durub orada. Üzəngi, çəkicindən üzəngi, eşitmədə iştirak edir bunlar. Bu da belə. İndi, bir dənə cümlə var burada, deyir ki, insan orqanizmində deməli, 29 sümük. Bir sümüklə birləşmə əmələ gətirir. Bir sümüklə birləşir. Hansılardır? 28 dənə falanqa, daha doğrusu 20 dənə falanqa, yəni bu sondakı falanqalar. 5 buradan, 5 buradan, yuxarıdan da 5. 20 falanqa, sonra sonuncu falanqalar. 4 sərbəst qabırğa, oldu mu? 20 falanqa, 4 sərbəst qabırğa, plus bir dənə də sonuncu büzdüm. Cəmi insan, bir də toplam 28, bir də 6 dənə də 6'nın ortadakısı yox. Çəkic, zindan, üzəngi. Çəkiclə üzəngi. 2, 4 də bu. Deməli, 4 dənə də çəkiclə üzəngi. İnsan orqanizmi deyir ha, orqanizmi. İnsan orqanizmində 29. Amma insan orqanizmi deməsə, desə ki, insan dayaq hərəkət aparatında, dayaq hərəkət desə,
İnsanın dayaq hərəkət aparatında adı avtomatik bu 4 dənə sümük var. Çəkiçlə üzəngini. Çəkiçlə üzəngini. Çıxırsan oradan, çünki qulağın içərisində zindan adında deməli sümük var. Həm bundan birləşir, həm bundan. Nədir? Eşitməyə keçək, onu deyəcək analizatörlər. Onda bunu çıxırsan, yerdə qalacaq neçə dənə sümük? 25 dənə sümük. 25 sümük bir sümüklə birləşir. Hansılardır? 20 falanqa, 4 dənə qabırğa, 1 dənə düzdür. 25 sümük. Belə. Deməli, deyək ki, körpücük sümüyü döşlə yarım hərəkətli, kürək sümüyü ilə hərəkətsiz birləşir. Burada başqa nə qaldı? Baxaq görək. Yadıma salmağa çalışıram ki, hamısını deyim. Burada başqa heç nə qalmadı. Hə, Lordozda kifozların ayları qaldı. Deyək onda. Deməli, ay qızlar. Baxaq görək, görürsünüz. Deməli, burada. Lordoz, boyunda lordoz, boyunda. Döşdə kifoz, boyun döş, beldə yenə lordoz, omada kifoz. İnsan bədənində 4 əyrilik var. Lordoz, kifoz, lordoz, kifoz. Boyunla bel lordozdur, döşlə də deməli oma kifozdur. Bunun bir şagirdim bir cümlə var, Babil sözü. Babil sözündə Babil. Deyir ki, müəllim, sahitləri çıxıram mən buradan. BB, boyunla bel, lordozdur, el. Belə yadda saxlayıram. Maraqlıdır. Babil sözünü yadda saxlasanız, BB, el. Boyun, bel, lordoz. Olaraq yadda saxlayırsınız ki, bunlar lordozdur. Lordoza əmələ gətirən fəqərələrdə deyəndə, təbii ki, bunları toplayırsan. Boyundan 7-si, beldən də 5-i, toplam deyəsən ki, məsələn, 12 dənə fəqərə lordoz əmələ gətirir toplamda. İndi, bunlar nə vaxt yaranır bəs? Bəs bunlar nə vaxt yaranır? Deyəcəyik ki, uşaq anadan olur. Fikirlərim, siz təzə anadan olan uşağın boynu elə bu, başı üstündə durmur. Elə qaldırırsan ki, üzünə baxasan, başını o tərəfə yıxır, bu tərəfə yıxır. Ona görə ki, onun hələ boynu tam bitişməyibdir. Boyun hələ bərkiməyib. Ona görə də deyirlər ki, uşağın başını dik tut, belə yazada qoyurlar. Boyun lordozu post-embriyonalın, yəni doğulandan sonranın 2 aylığında əmələ gəlir. Və onda ontogenezin düşəcək bu 11 aylığına. Çünki bu 9 ayda embriyonal yaşayıbdır da bu. 9 ayda anadan olmamışdan qabaq yaşayıbdır. 9 ay oradadır, 2 ay buradan, 11-ci ayda lordoz əmələ gələcək uşaqda. Döş kifozu. Döş kifozu isə 6 aylığında əmələ gəlir uşaqda. 6 aylıqda. Ontogenezin onda neçəsinə düşür Fidan? 9, 6 gəlir, 15. Ontogenezin 15 aylığına. Düzdür. Sonra gəldik bel lordozu. Bel lordozu isə uşaq doğulan kimi yerimir ha. 1 yaşında falan başlayır hələ iməkləməyə, ayaq üstə falan durmağa. O ayaq üstə duranda artıq bel lordozu da əmələ gəlir. Bel lordozu artıq 12 aylığında əmələ gələcək. Və ontogenezin də 21 aylığına təsadüf edəcək bu. Bel lordozu 12 aylıqda, yəni 21 ayda. Olma kifozu isə embriyonal da əmələ gəlir. Embriyonal. Uşaq anadan olmamışdan qabaq onun əslində olma kifozu olmuş olur embriyonalda. İndi sənə deyir ki, testlərdə kifoz həm embriyonal, həm post-embriyonalda əmələ gələ bilər. Düzdür. Olmanki post-embriyonalda, olmanki embriyonalda, deməli, döşünkü post-embriyonalda əmələ gələcək. Deyir, lordoz həm embriyonalda, həm post-embriyonalda əmələ gələ bilər. Səhvdir. Çünki lordozlar ancaq post-embriyonaldadır. Boyununki 2 aylığındadır, belinki də 12 aylığındadır. Bu şəkildə yadda saxlayın lordozların və kifozların əmələ gəlmə tarixlərini. Nə vaxt insanda əmələ gəlir? Deyəsiniz ki, mənim kitabda 3 cümlədir. Siz elə 2 gündür bunu keçirsiniz ki, keçirsiniz. Amma uşaqlar, istəyirəm ki, qəşəng yazasınız. Bu bölmədən ümumiyyətlə
Mükəm kəsirimiz qalmasın. Sonra bu lordozlar, bu kifozlar, hərəkətli, hərəkətsiz birləşmələr. Uşaqlar, mənim bir şagirdim gedibdi keçən il qəbulda, deməli nəyə səhv yazıb. Sümük növləri ilə sümük birləşmələrinin növləri var. Bax, bunu qəti qarışdırmayın. Sümük növü deyəndə 4 dənə növdür. Qarışıq, uzun borlu, yastı, bir də qısa borlu sümüklər. Amma sümük birləşməsi deyəndə artıq hərəkətli, yarım hərəkətli, hərəkətsiz 3 dənədir. Sümük birləşməsi deyirsə, avtomatik olaraq sən 3 dənə, sümük növü deyirsə 4 növ olaraq düşünəcəksiniz. Travma kimi qalıqlandı. Uşaq bir dənə 10 səhv eləmişdi elə. Axırıncı suallar deyirik, situasiyalardır. Deməli, bunu dedik, bunu da dedik. Baxın, bu da birləşmə. Sonra gələk əzəliyə. Ən çox deyir, bir də deyir ki, onurğada güc hara çox düşürsə, orada cisim böyük olur. Baxırıq ki, güc məsələn hara düşəcək? Yox, düz göstəribdir. Güc ən çox belə düşür, beldə də deməli şey olacaq. Adı olmadı. Fəqərənin cisimləri böyük olacaq. Biz nəyə baxırıq? Deməli, şəkillər verilir. Uşaqlar şəkilləri seçə bilmirlər. Gör hansı dövrdəyik. Bax, çıxıntılı hissə bizim kürəyimizdir, onurğanın çıxıntılı hissəsi. Hamar hissəsi qarnımızdır, yəni içərisidir. Hamar hissə içəridir, çıxıntılısı çöldür. Bunu yəni bilin. Keçən dəfə də dedim, bu dəfə də deyirəm. Bunu 3də 1 ilə tapasınız. Gərək əzələ oynaq və bağlara. Deməli, əzəllər dedik ki, hərəkətdə iştirak edir. Əzəllər özləri ola bilər saya, ola bilər ürək, ola bilər enli zolaqlı. Yadınızda qalsın. Bir qrup 3 növdə əzələ. Saya, ürək, enli zolaq. Bir qrup 3 növ əzələmiz var. Əzələlər deməli, bağ var, vətər var. Vətəri də yazaq bura ki, yanımızdan çıxmasın. İzah edəcəm o nədir. Deməli, əzələlər əgər i şəklində, baxın, iynə formasında belə, bir-birinin içərisində keçmiş və bir nüvəlidirsə və işi qeyri-iradidir sə, bu əzəl olacaq saya. Məsələn, daxili orqanımız. Bu artıq avtonom sinir sistemi ilə tənzimləyəcək. Yəni, öz-özün tənzimləyəcək. Avtomatik maşın kimi. Öz-özün tənzimləyəcək. Məsələn, mədə, böyrək, bu şəkildə. Biri-birine paralel yerləşən və çox növbəli olan enli zolaqlıdır. Bunun işi isə iradidir. İradi. Yəni, somatik sinir sistemi ilə tənzimlənəcək. Somatik. Və tənzimdə beyin yarımçölərdə iştirak edə bilər. Sonra, enli zolaqlı ürək əzələsi isə, enli zolaqlı ürək əzələsinə baxırsan ki, bax, tora oxşuyur. Bu setka var, sova setkası, onun kimi. Belə bir torlar əmələ gətirir. Bu torlara deyəcəyik biz sinsit torlar. Sinsit tor. Bu sinsit torlar icazə verir ki, ürək, məsələn, deyir ki, ürəyin eninə zolaqlı əzələsi. Əslində, bunun tam adı belədir. Ürəyin eninə zolaqlı əzələsi. Yəni, demək istəyir ki, sənə quruluş eninə zolaqlıdır, amma iş qeyri-iradidir. Yəni, iş saya əzələnin işi kimidir, qeyri-iradi, amma quruluşu eninə zolaqlı əzələnin quruluşu kimidir, sadəcə tor formasında birləşibdir. Bu belə. Əzələlərdən danışanda İnsanın gövdəsinin əzələləri var və ətrafların əzələləri var. İndi gövdə əzələsi deyəndə əlbəttə ki, döşdür, qarındır, beldir, çiyindir, başdır. Bunlar hamısı gövdənin əzələləridir. Ətraflar deyəndə isə bazunun, sayidin, əllərin, budun, baldırın, ayaqların əzələləri nəzərdə tutulacaq. Bizə ən çox bax, açıcı və bükücü terminlər düşür. Açıcı əzələlər hansılardır? Bükücü əzələlər hansılardır? Yadınızda saxlayın ki, bax, mən bunu 6-cı sinif təbiət uşaqlarını çox qəşəng öyrətmişdim. Siz də öyrənə bilərsiniz. Necədir? 2 başlı əzələlər 2. Başlı əzələlər bükücüdür. Üçü. Və bu üçü sözünün niyəsə 2 sözünü oxşadıram.
Üçü sözün iki sözünü oxşadıram. Deməli, insan qolunu içəriyə doğru bükür. Qol bax bu şəkildə geriyə doğru eləsən, içəriyə bükürsən də qolu. Yavaş-yavaş içəriyə doğru bükülür. Ayağını isə geri bu tərəfə qatlaya bilmirsən, arxaya doğru bükürsən. Ayağı da bunu əyani göstərəndə daha məntiqli olur. Bax, ayağını insan geriyə bükür, bu hissəyə doğru bükür. Qolunu isə deməli sanki sinəsinə doğru bükür. Ayağını kürəyinə doğru, qolunu sinəsinə doğru bükür. Bu bükücülərdir. Deməli, onda deyəsən ki, bazunun önündəki, bax bu, öndəki, bazunun önü, budun arxası. Budun arxası. İki başlıdır. Budur çünki bax, hansı tərəfə bükürsənsə, ora iki başlıdır. Ayağı mən geri bükürəmsə, bura iki başlıdır. Qolu mən önə bükürəmsə, bura artıq iki başlıdır. Bazunun önü, budun arxası iki başlı əzələdir, bükücüdür. Açıcı əzələ isə, açıcı 3 və 4 başlı ola bilər. 4 başlı ola bilər. İndi bunu silim. Bunu silim. Deməli. Sən əlini geriyə doğru açırsan, arxaya doğru açırsan, deməli bura olacaq 3 başlı. Ayağını da önə doğru açırsan. Yəni ayaq avtomatik irəliyə doğru açılır. Önə doğru açırsan bura olacaq 4 başlı. Yadınızda qalsın, bazu bundan balacadır. Ona görə bazuya 3 düşübdür, bu da 4 düşübdür. 4. Başları isə nə deməkdir? Bax deyirik 3 başlı, 4 başlı, 2 başlı. Bunun yəni başı yoxdur təbii ki. Buna biz başı ona görə deyirik ki, o gedir sümüyə necə bağlanır? Ümumiyyətlə əzələnin sümüyə bağlanması bağlar vasitəsilədir. Sümüyün sümüyə bağlanması bağlar vasitəsilədir. Əzələnin sümüyə bağlanması vətərlər vasitəsilədir. Hərəsi gedir sümüyə, bax, burada 1, 2, 3, 4 dənə belə başlarla birləşəcək. İndi burada göstərə bilmirəm, tam aydın deyil də bu şəkil. Ona görə 4 başlar dağacaq. Bazuda isə 3 dənə belə sonluqla birləşdiyinə görə, sanki elə düşünün ki, bu bir dənə əzələdir belə. Gedir sümüyə, bir belə birləşir, bir belə birləşir, bir də belə. Başlarla birləşir. Ona görə 3 başlı adlanır. Bu şəkildə yadda saxlayın, geçsin. Bunlar da açıcı əzəlilərdir. Bükücü açıcı sözünü gördünüzsə deyirsiniz ki, ətrafın əzəlilərdir. Bir dənə. Arxanın açıcı əzələsi deyə bir əzələ var burada. Bax, burada yazıblar. Bu gəlir testdə düşür. Yadınızda qalsın. Arxanın açıcı əzələsi, biz belimizi də əyib qaldırırıq da. Bax, o belin hərəkətidir. O gövdənin əzələsidir. Arxanın açıcı əzələsi gövdədir. Gövdə. Qalan buddur, sonra baldırdır, bazudur. Bunlar hamısı ətrafların əzələlərdir. Bu da əzələmiz. Dedik ki, sümük sümüyə bağla birləşir. Deməli, əzələ sümüyə vətərlə birləşir. Toxmalar dedik, nəyin nədən təşkil olunduğunu da dedik. Dəriyə əmələ gəlməz əzələrin əksəriyyəti bir ucu sümüyə. Bu əzələrin əksəriyyəti bir ucu dəriyə, bir ucu sümüyə birləşir. Yalnız meymunlarda və insanlarda bu əzələlər yüksək səviyyədə inkişaf edir. Bu mimik əzələlərdən söhbət gedir. Üz ifadələrini əmələ gətirər. Mimik əzələlərin bir ucu dəriyə birləşibdir, bir ucu sümüyə birləşibdir. Nəticələrin sümük birləşmələrində rolu var. Deməli, əzələlərdə təkcə əzələlər hədəmdə dedik. Bir qızdırmam qalxırdı ya, xəstəliyə görə. Bir şey üçdə oxuyuram. Dayaq hərəkət aparatının əhəmiyyəti. Hərəkətə xidmət edir, orqanizmdə kalsium və fosfor miqdarının tənzimlənməsini işləkir. Yadınızda keçəndə demişdik ki, qandan sümüyə kalsium verir, sümükdən qana kalsium verir. Qana. Qandan sümüyə kalsiumu kim verirdi, Fidan? Qalxana bənzər əzələ, kalsitonin. Kalsitonin, qalxana bənzər vəzin hormonu. Və sümükdən qana kim verirdi, Rəna? Hipofiz. Boy. Parat hormon, qalxana bənzər ətraf. Parat hormon, boy, ay Rəna. Bu gün öyrəndiyin sayı yadından çıxar. Təkrar, çoxlu təkrar elə hormonları. Yadından çıxmasın. Fikir verin, baxın, qol irəliyə doğru bükülübdür. Deməli, burada nə olacaq? 2 baş. Ayaq geriyə doğru bükülübdür.
Fikir ver, bura 2 başdır. Ayaq açılıbdır, irəliyə doğru açılıbdır. Burada olacaq 4 baş. Qol geriyə doğru açılıbdır. Burada olacaq 3 baş. Belə. Əzələn də dedik, aparıcı dəyişikliklər, sınmalar deyil. Deməli, aşağılar. Sümüklərdə sınmalar. Sümükdə sınma 2 cür ola bilər. Daxili və xarici sınıqlar. Təhlükəli olanı xarici sınıqdır. Çünki xarici sınıq qırılıb çölə çıxır. Çölə çıxanda həm dərini deformasiyaya uğradır, yəni dərini yaralayır. Həm də ki, vena qanaxmalarına səbəb ola bilər. Ona görə təhlükəlidir. Daxili sınıqlar isə ya daxilidir. Daxildə qırılır, qanaxma yarada bilər. Sonra sümüklərə deməli sarğılar qoyulur, şinalar qoyulur. İndi şina dediyimiz cipsdir. Bax, yazıda qalsın. İnsanın əgər başı zədələnibsə, kəllə skeleti zədələnibsə, bu insanı arxası üstə aparırsan, hərəkətsiz bir vəziyyətdə. Onurğası zədələnibsə, yenə sərt bir, deməli, sərt bir nə deyirlər onu, xərəkdə, hərəkətsiz bir vəziyyətdə aparmağa çalışırsan, ya da heç hərəkətsizliyini sərt bir səthə uzandırırsan arxası üstə, hərəkətsizliyini təmin edirsən. Mərkəzi sinir sistemi orqanları zədələnən bir insana hərəkət ziyandır. Eyni şəkildə də insult falan keçirmiş insanlara da hərəkət olmaz. Sonra bu insan döş qəfəsi zədələnibsə, bu insan şina qoymaq olmaz. Şina dediyim gipsdir. Sən təsəvvür elə ki, döş qəfəsini gipsə salmısan. Bu nəfəs aldıqca gedir gipsə dəyir bir də. Gipsə normal nəfəs ala bilməyəcək də. Nəfəs alma vəziyyətində əgər gipsə salsan, nəfəs verəndə gips boşalacaq. Nəfəs verməz vəziyyətində gipsə salsan, nəfəs ala bilməyəcək bu adam. Ona görə şina olmaz döş qırığına. Bəli. Bir şey bilmirəm. Mənim daxili sınma da onda pis ola bilməz insan üçün. Çünki sümük daxildən sınır da. Sümük olar, Ayfidan, olar, niyə olmasın ki, daxili də, xarici də, hər ikisi təhlükəlidir. Amma biri var ki, sən dərini deformasiyaya uğradır, damarları cırı-cırı, bu avtomatik xarici çıxıbdır da, xarici sınıq adlanacaq. Yaxşı? Bu şəkildə. İndi, əzələ təbii ki, işləyəndə çox oksigen tələb edir. İnsanlar təbii ki, qaçır yürür ki, çox enerji deməli, xərcləyib yorulsunlar. Bunu deyəcəm bir dəqiqə, lordoz kifozu. Sonra, şina da dediyimiz kimi, döş qəfəs sınıqlarına şina qoyulmur. Şina qoyulur ətraflara. Qolumuzu gipsə salırıq, ayağımızı gipsə salırıq bu şəkildə. Bu qalan hamısı sarğıdır. Qalan hamısını yəni sarğıya qoya bilirik. Sonra, sümüyün normal fəaliyyəti, təbii ki, deməli, kalsium fosforun mübadiləsi, D vitamini, sümüyün işini, yəni sümüyün işini təmin edir, yəni sümüklərin böyüməsini. Çatışmazlı osteomaliyasiya adlanır. Bu böyüklərdə osteomaliyasiya, böyüklərdə. Kiçiklərdə çatışmazlığı, uşaqlarda çatışmazlığı, raxit adlanır. Raxit. Günəş deməli təsiri ilə insan bədənində yaranır D vitamini. A vitamini də sümüklərin inkişafında deməli təmin edir. Zülallar da əzələlərin inkişafını təmin edir. Əzələlərin inkişafını təmin edən zülallar da kollagendir. Kollagen. Sonra gəldik xəstəliyə. Normal olaraq insanın məsələn onurğası bu şəkildədir. İndi deyirlər bəzən telefona baxanda, yazı yazanda əyri durmayın ay uşaqlar. Məktəbdə deyirlər ən çox. Çünki sonradan yaranan skalyoz deyə bir xəstəlik var. Sən əgər böyümə prosesində fiziki təsirlərlə onurğanı əyri tutmusan, bir şey eləmirsənsə və yaxud da ki, sənə ailədən də keçə bilər. Yəni, önəmli olan onurğanın sümüklərinin yana doğru əyilməsidir. Yana doğru əyilmə olacaq skalyoz. Patoloji kifoz, bildiyimiz qozbellik. Qozbel. Nədir? Döşün kifozudur. Döş isə arxaya doğru əyilirsə, bu olacaq patoloji kifoz. Patoloji lordozda beldir də əlbəttə ki, belin irəliyə doğru əyilməsidir. Bu da patoloji lordozdur. Harada olur? Beldə. Bu belə. Bir dənə sual var idi bu ilin qəbulunda. Deməli deyir ki, skalyoz xəstəsi idi, yoxsa podagra idi. Deyir ki, qan verə bilərmi? Uşaqlar, ümumiyyətlə, sümük xəstələri qanda verə bilər, sümükliyi də verə bilər. Onun problemi sümüklədir. Qanla deyil ki, qan xəstəsi ancaq qan verə bilməz. Yəni, belə bir şəkil zat düşüb sənə soruşsa ki, məsələn, skalyoz olan Əhməd qan verə bilərmi? Verə bilər. Niyə verməsin ki? Yəni, onun belindədir problem. Əlində, qolunda, ya qanında deyil ki. Belə.
Ən geniş yayılmış revmatizmadır, oynaqlarda duzun yığışmasıdır. Bundan başqa da yaşlı nəsildə diz oynaqlarının kirəcləşməsi, yəni duzlaşması baş verir. Uşaqlarda revmatizmaya daha çox rast gəlinir. Burxulma dedik, sını dedik, qapalı çıxsını da dedik. Bu başqa işlə qalmadı burada. Все. Uşaqlar, hamısı keçdik deməli, daxili hərəkət aparatını. Evdə oxuyun, yazın, qeydiyyatınızı da götürün. Baxım, nə qaldı burada demədiyim. Heç nə qalmadı, hamısını demişim. Hə, əzələdən də bayaq dedim də, orqan söhbəti gedirsə, məsələn, ürəkdə neçə dənə toxuma varsa, deyəsən ki, 4 toxuma var. Yəni, təkcə əzələni götürməyin. Toxumaların hamısı var. Orqandan söhbət gedirsə, bütün toxumalar var. Bağı dedim, vətər dedim. Bu qədər. Bu qədər. Başqa sizin sözünüz, sualınız, ay uşaqlar. Yox, nə olacaq, sağ olun. Siz sağ olun, gəlin bunu dayandıram.